Salam dostlar, bugün mənim videoma xoş gəlmisiniz. Bugün sizlərlə bərabər Age of Story Definitive Edition'da Alman Avstur serimizə davam edirik. Ondan əvvəl, yəni dostlar, sadəcə bu videodan demək istəmişdim. Yəni bu son shortsun son videosunda, yəni sadəcə bunu tərcümə eləmək istəmişdim. Burada deyir ki, Erdoğan və Osmanlıdan nifrət edirəm. Yəni bir iki kəlmə söz demək istəsəz gedib deyə bilərsiniz. Biz oyunumuza davam edək. Bəli, son dəfə Ukraynadan artıq istiqamət alacağımızı demişdik və bunu da eləyəcəyik. Və biraz pul istəyirəm əlimə gəlsin keçsin. 10.6 milyon ordunu çəkin bura. Və burada savunacağıq. Yəni burada ordu qoydum. Yəni burada necə deyim də, özümüzü savunma mexanizmasına keçəcəyik. Qalan yerdən hücum eləyəcəyik, qalan yerlərdən. Və buralara ordu çəkəcəm. Çox az düşür, bilirəm. Amma onsuz da burada bunu, yəni heç bir məqsədi yoxdur onsuz da, yəni. Biraz da istəsəz belə ordu basa bilərəm. Bəli, Ukraynadan bizə aid olan torpaqları aldığı üçün ondan intiqam alacağıq. Amsterdam kimi vacib torpaqları və bu yer kimi torpaqları alacağıq. Ukraynaya savaşımızı elan edir. Başqa yerdə torpağı yoxdur, deyilmi? Yoxdur. Savaşımızı elan edirik. Sadəcə marağımla Fransa və İspaniya gəlib gəlməyəcəyini görmək üçün onları da çağırmayacağım. İstəməm torpaq alsınlar. Yəni belə deyim də, Ukrayna intiqamımızı almağa belə icazə vermədim. Və onlara həyatlarının ən pis vaxtını yaşadacağıq. Burada savunma eləyəcəyik hələ ki. Burada da. Buranı alaq. Burada qala var. Buranı da alaq. Qalan yerlərdən rahat bir şəkildə girə bilərsiniz. 200 min ordu var orada. Buradan bir dənə belə bum eləyib bura göndərək. Atom bombası. Yaxşı yadıma saldım. Kaş ki biraz tez yadıma salsaydım. Uy, ay. Bura bir dənə bum, bura bir dənə bum. Burada bum. Bum elədik. Buraya yaxşı, sən qranat elə. Sən bu iki yerə köməyə get. Sən qranat elə. Sən yenə bu iki yerə köməyə get. Sən bu iki yerə köməyə get. Sən bura get. Sən də bura get. Sən də bura get. Bəli, qalan yerlərdə qala var, onsuz müdafiə olunacağıq. Bura bir dənə qala tikmək lazımdır. 52 min pul niyə bu qədər az gəlirimiz var? Deyəsən oranı tutamayacağıq. Orada 170 min niyə yadıma düşdü, bir dənə atom bombası. Buraya yığ orduları, yığ bura orduları. Bir dəqiqə, nə qədər ordu göndərir ora? 227 min göndər. Atom bombasını vur. Buradan belə bir dənə girməyə çalışaq. Ümumiyyətcə buranı bir dənə atomlayaq da. Çünki orada ordumuz yoxdur. Və bir dənə də kredi alaq. Kredi al. Yox, 1 milyon kimi yox. 200 min kimi qısa bir kredi istəyirəm. Yəni balaca bir kredim olsun. Bəsimdir. Burada ordu bas. Buranı biraz düzəltmək lazımdır. 81 ordu bura köməyə getsin, sən də bura köməyə get. Sən bir dənə yalandan pişdanla qranat elə. Siz ikiniz burada basın. Aha, davam edək. Ora pis girdilər. Ora çox pis girdilər. Bu 81 min ordunun yarısını bura göndərin. Yarısını bura köməyə göndərim. 46 min də gəlsin bura. Burada qala yox deyə boş-boşuna döyüş eləyirik. Belə eləyək. Bura 150 min. Bura 150 min. 150 min. Burada da bas orada. Buranı bir dənə alıb qurtar. Hollandadakı ordular. Yadımdan çıxdı. Bura ordu göndər, Hollandadakı ordular.
Yəni ora göndərməkdənsə az olan yerlərə göndərməyi fikirləşirəm. Məsələn bu 2 yerə əsas olaraq göndər. 500.000. Sən bura ehtiyata göndər. De göndərmə, ora göndərməyin nə işin gəlir. Bura göndərsən bütün hər tərəfə yayıl. Sən yayılma əmri verəcəm sənə. Bura. Məsələn dağıl. No. Ama problem değil. Bir tane kredi lazımdı. 1 milyon alacağım bu defa. Bas. Gönder bura. 300.000 oldu. Ve bir dakika. Hareket. Gönder bura. Niye bu kadar satın dövüş seçili bir dakika? What the hell? Artıq səbrimə çatdım. Artıq bəs. Niyə belə olur heç bilmirəm və bilmək də istəmirəm. Bu nədir? İçimizdən keçirlər. Bir dakika. Bura gönder bu kadar. 300.000 çömeye git. Bir dakika bura çömeği lazım diye. Bilmirəm nə edəcəyimi. What the hell? Niye biz alamırıq ki bunları? Oradakı bir tane müqavvəti qıra biləcək. Nə bu? 9.000 buradan yayılırlar. Onda artıq çıxış yolu yoxdur da. Yox, hələ ola bilər. Deyəcəkdim full kredi çəkək. Yox, o fikirdən yayınmalıyıq. Bum eləyək. Və sən bura köməyə get. Sən də bum elə. Sən də bum elə. 44.000 orduyu bura köməyə göndərə bilsəm. Qəşəng 1 milyon ordu qaldı orada boşda. Onu göndərməliyik arxaya. Çox rahat comeback ata bilərik məncə. Amma o vəziyyətdə deyilik. Bəli. Uduza bilərik. Aha. Bəli, burada bir yapay zekayı bıraxaq və görək nə olur. Bir dəqiqə, ordu. Yapay zeka kontrolündə ordu. Niyə orada basmırsan sən? Hələ keçirdilər ki bizi. Comeback gəlirmi? Ukraynaya uduzmaq istəmirəm. Comeback gəlirmi? Deyirəm. Necə 10 milyon ordu 8 milyonluq orduya bəs eləmir? What the hell? İkinci buduzma yaşamaq istəmirəm. Yox. Niyə? Yox, almayın o torpağı. Bir dəqiqə. %85. Necə bilmirəm. Bizim başqa orada torpağımız var ki. Umman və şeydə torpağımız var. Bir dəqiqə saxla. Oradan ordu basmır. Biraz dayanaq. Biraz calm down. Nasıl boş ver.
Wait for mate. Müttəfiklər gəlsin, xahiş edirəm. Niyə gəlmirsiniz axı? Bir tane diplomatik zirvə tez bazar. Artı 100 ilişkimiz var üstüne. Gəlmirlər. Elə. Gətir o 5000 ordu. Mən buradan comeback atım, sən də gör. Gətir o 5000 ordu, gətir. Gözlə. Comeback gələcək. Sizə biraz gözləmək lazımdır. Sadəcə biraz səbr elə. Sadəcə səbr elə. Yəni səbr elə, bəs eləyəcək. Çox pis vəziyyətdə, çox pis. Ben Senegal'a baxın. 3.1 milyon ekranı. Kamboçya'ya baxın, düşdüyümüz vəziyyətlərə bax. 2.1 milyon ekranı. Senegal'la müttəfik olaq bir dənə. Bir dəqiqə, yeni ekonomi çöküş yaşadıq. Problem deyil. Senegal'dakı orduları yığıq. Və 5000 ordu gətirir dənizdən. Bizim dənizə çıxış olan buradan bas bir 35000 ordu. Bunu göndər Ukraynaya. Bura göndər. Ordular tez yığılsın bir dənə. Qəşəng 3.3 milyon ordu. Gir bura. Ayda orada da torpağınız var idi. Boom. 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 Baba is come back. Boom. Boom. Of. Çox pis oldu. Tam buraları boşlamışsan. Burada bu kimdir? Etiyopya. Qoruyuram səni, hörmət eləmə. Нет problema. Bir milyonluq ordunun arxada qalması çox pis oldu. Problem yox demişək kimi. Mən yenə ordunun bir dəqiqə kontrolünü verəm yapay zəkaya. Bəlkə comeback atar bizim üçün. Əlinə verdiyim ordunun da əlinə verdin. Sən nə yapıyorsun amına koyayım? Yapay zəka yaxşı qaçır. Ona görə verdim ona mən. 3 milyon ordu çıxartdıq, içinə soxduq. Üzr istəyirəm. Ay 23 milyon ordu itirmiş adamlara qarşı. 13 milyon itiriblər. Siz nəsiz? Araşdırma 1.15. Orada torpağım. 0.93 yaxındır. Of. Küba. Gəl babuş. Küba yaxşı dövlət. Mənfiyə düşmək. Sakit ol. 1.8 milyon oldu. Sənin babuş orduların nə? Başa düşdüm. Orada heç kimə mənfiyə düşmək istəmirəm. Və buradakı orduları dağıdıram.
Ordu. Başa dağıt bunu da. Senegal da harda tapamıramış. 5000 də gətir bura. Çıxart bura. Bir dəqiqə. Elə bildim şeylədik. Bir dəqiqə. Kredi al. 400 min. Bir dənə daha. 1 milyon. Baba bunlar niye? Siz necə bu kadar ordu gətirə bilirsiniz axı? Of, dövləti batırdığı başdan ayağa. Ne diye bu diye? Bu dövləti biz niye ayaqda saxlayamırıq? Biz niye axı, niye? Siz niye gəlmirsiniz axı? Nə qərmandan yaxşıdır? Basacağıq burada. Dirənin. Yaxşı, dirənmə burada da qutardı. Oy, canavar içimizdən keçdilər. Dirənəcəyik. Bizdən alacaqları torpaq bu qədər olacaq. Bu qədər. Macaristan boşda olmayacaq alacaqları torpaq. Onlardan bir çıxartma yoxlasaq birdən yadlarına düşərik. Onsuz da məsələn buradan bir dənə ordu bas. Yalandan. 15 ordu. Mən bura göndərmək üçün göndərə bilmirəm. Bura bir dənə liman inşa eləmək. Boşa bir şeydir. Bir dəqiqə borcları bağlamağa yönəlməliyik. Zəif dövlətlər amma 3 milyon plus da şey olduq. Aha 1.2 milyon Fas mükəmməl bir dövlətsən. 9.6 milyon bu Birləşmiş Krallıq İsveç 7 milyon 5 milyon 5 milyona yaxın İsveç Cəzair. Cəzairlə bəlkə olarıq. Beyaz Rusiya çox dibindədir. Moldova, Romanya. Diplomatik zirvəni də elə bundan da elə. Bəlkə çox mükəmməl olar. Amma dünya 28-cisi. Yəni nə çox aşağıyıq. Məsələn indi bir dənə barışsaq çox alırlar. Həddindən artıq alırlar. Bundan tez necə bu qədər tez ola bilsən, sən? Boş verin, çox alırlar. Dövlətin içindən keçirlər bunlar. 100% olmayan 99% kimi dirənəcəm. 100% olanda çox qalır artıq. Aha, gətirir 226 min. Hara gətirir ordunu? Amerikaya təbii ki. O orada hara çıxdı? Burkina Faso. Səndən də aramızı yaxşı tutaq. Bir dəqiqə Burkina Faso'da çox qəşəng torpağı, çox ekonomisi qəşəng. Gəldilər Amerikaya. Yox. Savunacağım. Qalın orada elə. Çox ordu gətirdilər ya. 25 min bir gətirdilər. 250 min bir gətirdilər. Bura bir dənə 71 min yoxlayaq. 7 min də bura yoxlayaq. Mən ordumu dəqiq kontrol yapay zəkada olmalıdır. Vəziyyət çox pisdir. Neyəcək biz? Kübada gedir. 66 min.
Yox. Burada qala var. Burada basıq biraz oldu. Uf. Bomba bir savunma elədi orada. Burada camımıza bas. Sen buradan buraya gel. Neydi? Bizim ömür boyu bəxtimiz olmayıbdı. Biz nətər adamlar. Demin yetdim. Çox güclüdülər ya adamlar. Bu nədir? Belə power olur. Yoxsa sən bu ordunu hardan gətirirsən axı? Özdə problem bilsin nədir? Buna bax. Mən 24 milyon itirmişəm, 15 milyon. Bu nə deməkdir? Nə bilim. Aha. Yoxsa Belçika'nı bir dənə görür, başkentini gördü. Belçika'da bura. Aha. Yazıq. Yazım gəldi. Bu dəqiqə sadəcə döyüşü uzatmaqdan başqa bir çarəmiz yoxdur biz. Bu dəqiqə necə oldu? 15 min orada getdi. Birini göndərdim də, biri qaldı. Ara burada. Açdım. Göndərib umman tərəflərə. Həmin hepsini neyəcəyik? Burada yaxınlarda bir torpağımız yoxdur ki. Yoxdur. Dünya üzərində hamı ilə aramız yaxşıdır mən biləm. Buna bax, mən bilirəm. 100 və heç bir mənə bilirəm. Bəlkə sənə varsan. Niyə olmasan ki, ikimiz də eyni yerdəyik də. 61-34. Hər də dünyanın 34-cü yerdəyəm. Amma bu necə olur başa düşməm. Bu nasıl oluyor amma? Bunlar arası böyük döyüş elan edəcək. Yoxsa buralar niyə boşdur belə? Niyə boşdur buralar? 15 min vura gətirdilər. Bas burada 91 min. Bir dəqiqə. Buralar niyə boşdur ki? Boşanmağından qorxuram ya. Bəli, gətirdilər o böyle olduğunu. Bura çıxardı onu. Orada biz buna hazırlıqlı idik yani. Bir dəqiqə. Saxla. What the hell? Girin. Buradaki ordunu dayandırmaq lazımdır. Biz burada bir dənə. Biz burada Ukraynada ölüm qalım döyüşü verək. Yaşın olmaz. 28 min bir gətirirlər. Burada limon olan bir dənə yer oradadır. Görürsünüz. Deməli gəldik buraya 137 min. Göndər bunu. Göndər buradan girsin.
Bu dəfə oradan yox, bu dəfə ana karasından girin. Göndər buradan girsin. Kübadakı ordu necə dayandıracaq mən onu? Heç cür bilmirəm ha. Uf, 244 min bir dənə də gətirdi. Elə bir yox eləmək istəyirlər bizi. Əlbəttə ki, yox eləmək istəyirlər də. Orası ayrı məsələdir. Limanı gördüm bu arada. Elektren quyruğunda. Elektren bayrağı Azərbaycan'a həmişə çox oxşatmışam. Amma uzaqdan baxanda oxşur. Ayda biz nə olacaq? 5 dəqiqədə keçdik. Bu video burada qurtarır. Sağ olun, salamat qalın dostlar. Növbəti videoda görüşərik. Bu videoda sizdə, gələn videoda sizdə comeback ata biləcəyimi, ata bilməyəcəyimi?